qardaş, belə tez-tez eşidirik də insanlardan ki, bir-birinə deyir ki, mövqeyi bil deyir, ya mövqeyin bəlli olmalıdır, mövqeyi falandır. Və bunu deyəndə həmçində salamı kəsməyə zad da buna aid edirlər. Ya mövqeyi bəlli olmayandan salamı kəs falanmış. Bu məsələ necədir? Salamı kəsməyə zad belə aiddir məsələyə. Bax qardaşım, salamı kəsməkdir, bidət əhlindən uzaq durmaq, onlarla oturmamaq, danışmamaq. Bunlar hamısı var. İnsan bunları edəndə Allaha yaxınlaşır. Təsəvvür edirsiniz? Allaha yaxınlaşır. Nə vaxt? Əgər bunu Allahın rizasını qazanmaq üçün edirsə, çünki dində nə varsa, hamısında ihtisab etmək lazımdır. Hər şeyi edəndə. Yəni, Allaha yaxınlaşmaq üçün qəsdin Allahın rizası olmalıdır səni. Hətta savab qazanasan. Düzdür? İndi bu, bidət əhlinə salam vermirəm, bidət əhlindən uzağam, oturmuram, durmuram. Vallahi, sənə savab yazılır. Əgər səmimi, sadiq olsan, yolunda, əməlində, qəsdində, attığın addım yoxdur, düzdür, savab yazılır sənə. Maşallah, Allahumma bərik, kişinin din qeyrətinə bax. Bidət əhli o qədər mundar tayfadır ki, onlardan bəridir. Salam belə vermir. Görür, çəkinir. Gözünü yumur, yolunu dəyişir. Savab qazanır adam. Rədd edir, Emil. Savab verir. Elm əhlidirsə, misal üçün. Savab qazanır adam. Qardaş, savab qazanır da adam. İbadət edir Allaha. Təqarrub. Yaxınlaşır Allaha. Səlim. Mustaqimdə, əlhamdülillah. Belə də olmalıdır. Biz də bidət əhlindən belə eləyirik və Allahdan istəyirik ki, Allah subhanahu və teala öz rizası üçün edilən əməllərdən etsin. Amma söhbət nədir? Bunların bu mənhəc qışqıranlar var, şeyxləri və onların mislində olanlar, minvalında olanlar. Onların dərdi, azarı, nə deyirlər ona? Onların problemi, o bidət əhli deyirsən, o deyil. O deyil, qardaşım. Söhbət bu deyil burada. Əgər söhbət budursa, Allahın rizası, ibadət edir, kişi ibadət edir, Allaha yaxınlaşır, qəsdi Allahdır. Qardaş, sən bu tutduğun yol var, deyir sənin mənhəci, bidət əhlindən müamilə, rəftar. Niyə bunu hamı ilə eləmirsən? Niyə gücün çatmır hamı ilə eləməyə? Niyə bizim o siravi qardaşlar var, yetim cəmaatımız, yazıqlar, belə deyək də, bu ifadə səhiddirsə ibarə. Adam yandığından deyir bunu. Niyə onların başında çartlayıb bu? Niyə qardaş sən bunu o imkanlı qardaşlar var, pullu qardaşlar, müsəlmanlar. Sən bu rəftarı niyə onlarla eləmirsən ki? Qardaş, toyuna da gedirsən, əqiqində də iştirak edirsən, qız da verirsən, qız da alırsan, restoranda da oturursan, yemək yiyirsən, içirsən. Mən indi durum adları deyim sənə, kimlərlə belə eləyirlər. Qardaş, Adilə də qulaq asır, mənə də qulaq asır, o bisinə də indi, filan kəsə də qulaq asır, filan kəsə də qulaq asır. Sənə zəng eləyir. Gəl oturaq. Qardaş, o görüş yerinə ondan qabaq sən gedirsən. Niyə pulludur ona görə? Gələndə qucaqlaşıb öpüşürsən ondan. Salam vermək nədir? Qucaqlaşıb öpüşürsən. Çünki sənin duxun çatmır ondan o müamiləni aparasan. Pulu var ona görə. Bu mənhəc söhbəti niyə bizim bu yetim qardaşların başına çatladı ki? Çatlamalıdır ki? Sən bu rəftarı yoxdur ibadəti. İbadəti sən niyə elə mənlə eləyirsən ki? Mənlə eləyib Allaha yaxınlaşırsan. Get hamı ilə elə də.
Bunu belə demirəm, Emil. Bunun adları deyim. Bir deyil, onlarladır. Ona gücü çatmaz onunla bu rəftar eləsin. Nə deyərlər sənə? Bir pullu qardaş da zəng eləsin, toyuna çağırsın. Ehtiyac yoxdur. Yox, hələ yox. 10-15 dəqiqə xəbər edəcəm. Biri zəng eləsin, imkanlı qardaş. Oğlunun yaxud qızının toyuna çağırsın. Onlardan birini. Və bu zəng eləyən qardaşlar nə bilim falan kəslərə qulaq asır. Onların cərh etdiyi, təbdi etdiyi adamlara. Qaça-qaça gələcək toyuna onun. Qaça-qaça. Yox gəlməyəcək, çıxıb desin ki gəlmərəm, yox. Mən çıxım adları deyim sənə. Kimlər sənə zəng eləsə, sənin variantın yoxdur cavab verməməyə. Sən kimə nə deyirsən ki? Sən kimi başını alladırsan ki? Bunlar, biz yetimlər var, arada pulu olmayan qardaşlar var, pulu yoxdur da, kasıb, imkansız, miskin, fəqir. Yolunu görəndə bir yolda, dəyişir yol. Elə bir erməni görüb düşməndir, qaçır. Adilçidir, adilin cəmatıdır deyir. Filan kəslərdən, misal üçün deyirəm, filan kəslər şeyx deyib olmaz onlardan. Elə rəftar eləyir, elə bir erməni görüb. Başqa bir də, qardaş, bunların anlamında, məfhumunda, ağlında bidətçi budur. Və ona tabi olanlar, ona hədiyənlər, ona qulaq asanlar. Bunlar elə şişirdiblər ki, bu söhbəti. Elə bil ki, firqələr içərisində, ümumiyyətlə Azərbaycanda bizim qardaşları azdıran bu iki nəfərdir. Yazıqsız. O iki nəfərdən və onun yolunda olanlardan qoruyun özünüzü. Başqa bir də, qardaş, o Elşad Mirzad var, bu çıxan bu şeylər yoxdur, müxaliflər də, bunu kimi təhlükəli insanlar. Onlar barəsində soruş, vallahi heç bir himməsi yoxdur. Deli boş şeylər də danışır, deyir, jurnalist falansa. Onlarla danışanlar, öpüşənlər, görüşənlər, onlar barədə belə təhzir eləmirlər. Heç veclərinə deyil. Sən mənə deyirsən onu, sən kimə nə deyirsən ki? Mən bilmirəm, sən kimsən? Siz kimsiz? Yəni, bidət əhlinin təhlükəsi var, Emil. Bidətin və əhlinin təhlükəsi. Bu var. Bu müstəqimdir, dindədir bu. Amma sən nə deyirsən ki bizə? Sən hansı bidətdən təhzir eləmirsən indiyənə kimi? Hansı bidətə rədd eləmirsən indiyənə kimi? Bunların, bu 2-3 nəfərin düşdüyü müxalif şeylərdən savayı. Başa sala bildim nə demək istəyirəm? Sən hansı bidətə rədd eləmirsən? 8 il bu barədə gecə-gündüz dayanmadan danışmaqdansa, elə onun yanında da başqa bidətlərdən danışardın da. Millət əziyyət çəkir. Millət əziyyət çəkir. Xalqımız əziyyət çəkir. Bir dəfə də onlardan danışardın da. Onlarda himmə yoxdur, Emil. Həvəs yoxdur. Hirs yoxdur, hərislik. Qardaş, mən bunu düşmüşəm üstünə, bunu qaralamışam. Bunun da, mən dərdim odur mənim. Sən kimə nə gəlirsən, sən kimə nə deyirsən ki? Budur, vallahi. Budur. Yoxsa, qardaş, deyim ki, şeyx bidətdən narahatdır və bidət əhlindən xalqımızı, cavanlarımızı azdırarlar birdən. Narahatdır kişi. Yox, vallahi. Sən kimə nə deyirsən? Nə narahat? O narahat edən budur. Budur, vəssalam. O narahat edən budur. Səbəblərini də bilirik biz. Budur, qardaş, narahat edənsən. Yoxsa səni nə narahat eləyib ki? Nə narahat olmusan ki? Allahın rızasını güdürsən sən. Yazıq qardaşlarımız əziyyət çəkib, onların başına çartlayıb sənin bu mənhəc söhbətin. Xristiyanla, Nəsrani ilə, iş yoldaşlarınla, nə bilim, qonşularınla, bir-bir demək istəmirəm adlarını. Həmin o mənə qulaq asmayanlar, məni görəndə 10 metr qaçıb gizlənənlər öpüşüb görüşürlər onlarla. Heç veclərinə də deyil. Əsli bidətçi ilə ümumiyyətlə rəftarları gül kimidir. Nə Rafizi ilə dostluq eləmirlər, Şiyə ilə dostluq eləmirlər, nə bilim, o birisi ilə dostluq eləmirlər, Fasik ilə dostluq eləmirlər. Gecə gündüz danışda, qardaş, domino oynayanlardan danışda, fasiklərlə gedib, onlarla oturub